Biz deyim ikinci hissə test topusuna baxacağıq. Bəzi çoxbucaqların sahəsi birinci sualla başlayırıq. Eyni bir çevrə daxilinə çəkilmiş düzgün üçbucağı və düzgün altıbucaqlının sahəsinin nisbətini tapın. Deməli, eyni bir çevrə daxilinə çəkilmiş deyirsə, deməli, radiusları R1 bərabərdir R2, yəni R sabitdir. Daha sonra deyir ki, düzgün üçbucağın eyni bir çevrənin daxilinə. Deməli, düzgün üçbucağın xaricinə çevrə çəkilibdir və bir də nəyə? Düzgün altıbucaqlının. Düzgün altıbucaqlının. Nəsə belə bir şey. Bunun da xaricinə eyni. Amma radiusları bərabərdir. İndi altıbucaqlının sahə düsturunu və üçbucağın sahə düsturunu, radiusla əlaqəli düsturunu yazacağıq. Deməli, üçbucağın sahə düsturu nə olacaq? S bərabərdir. A kvadratı kökdə 3 bölünsün 3 olacaq. Daha doğrusu uşaqlar, üzr istəyirəm, bunu deyirdi. S bərabərdir 3 kökdə 3 R kvadratı bölünsün 4. Bəs altıbucaqlının sahəsi nəyə bərabərdir? S bərabər 3 kökdə 3 R kvadratı bölünsün 2. Buradan deyir ki, düzgün üçbucağın və düzgün altıbucaqlının sahələri nisbətini tapın. Deməli, bunları bir-birinə bölməmiz lazımdır. Böləndə o zaman cavab neçə olasıdır uşaqlar? Baxanda da görürük ki, biri digərindən 2 dəfə böyükdür. Yəni 3 kökdə 3 R kvadratı böl 4-ü böləcəm 3 kökdə 3 R kvadratı böl 2-yə. Burada 3 kökdə 3-lər R kvadratları gedəcək. Geridə qalacaq 2 ilə də bu gedəcək. Cavab olasıdır 2-də 1 D variantı. Keçirik ikinci suala. Düzgün altıbucaqlının perimetri 24'dür. Yəni 6-a bərabərdir 24-də, A da bərabərdir 4-də. Onun sahəsini tapın. S bərabər olacaq. Hansı düsturla tapılasıdır? A kvadratı kökdə 3 bölünsün 4 düsturu vurulsun 6 ilə. Düzgün üçbucaq vurulsun 6-ya. Bu da nəyə bərabər olacaq uşaqlar? Yerinə 4 qoyanda 4-ün biri birindən gedəcək. 4 vur 6 kökdə 3. Yəni 24 kökdə 3. A variantı olacaq. Düzgün altıbucaqlının sahəsi 54 kökdə 3-dür. Dedik, sahə necə tapılır uşaqlar? A kvadratı kökdə 3 bölünsün 4 vurulsun 6. Yəni düzgün üçbucağın sahəsini vururuq 6-ya. Bərabərdir nəyə? 54 kökdə 3-ə. Kökdə 3-lər gedəcək. 54 ilə bu gedir 9 qalır. A kvadratı bərabərdir 36-ya, A da bərabərdir 6-ya. Perimetri, yəni 6 istəyir. Cavab olacaq 36 variantı. Mərkəzi O nöqtəsində olan dairə A-dan B-yə kimi olan məsafə 3 kökdə 3-dür. A-dan C-yə kimi olan məsafə 3-dür. Avtomatik burada onda neçə olacaq? 6 olacaq. Çünki hansı biri 3, biri 3 kökdə 3-dürsə, deməli burada 30 və 60 dərəcədən söhbət gedir. İştirilənmiş hissənin sahəsi yarım dairədir. Radiusumuz 3 olduğu üçün pi R kvadratı bölünsün 2 ilə, yəni 9 pi bölünsün 2. 4,5 pi yarım dairəmizin sahəsi olacaq. Üçbucağın sahəsi isə katetləri hasilinin yarısına bərabərdir. Yəni 4,5 kökdə 3-ə. İştirilənmiş hissənin sahəsini tapmaq üçün nə edəcəyik? Deməli 4,5 pi'dən çıxacaq 4,5 kökdə 3'ü. Burada 4,5'i də 2 bölünsün kimi yazanda 9 pi çıxılsın kökdə 3 bölünsün 2 olacaq A variantı. Keçək indi nəyə? 5 nömrəli suala. Bu da eyni qaydadadır. HM deyir kök altında 3'dür, digər isə 1'dir. Onda bura 2 olacaq. Avtomatik deyəsik radius 1'ə bərabərdir. Üçbucağın sahəsi nəyə bərabər olacaq? S bərabər olacaq. Kökdə 3 vurulsun 1 bölünsün 2'yə. Yəni kökdə 3 bölü 2'yə. Bəs yarım dairənin sahəsi S bölünsün 2, yəni pi R kvadratı bölünsün 2'yə. Bu da eləyəcək 1 pi kvadratı böl 2'yə, yəni pi kvadratı, daha doğrusu üzr istəyirəm, pi böl 2'yə. Bunların fərqini istəyirsə 2'də nə iştirilənmiş hissənin sahəsi pi çıxılsın kökdə 3 olacaq. 2'də pi çıxılsın kökdə 3 D variantında var. Keçirik indi 6 nömrəli suala. Radiusu 3 olan, deməli buradan bura kimi məsafə 3'dür. İştirilənmiş hissənin sahəsini tapın deyir. İştirilənmiş hissənin sahəsini tapmaq üçün bax buradan belə bir şey çəkərəm. Burada kvadrat yaranar. Tərəf 3'dürsə sahə olacaq 9. Sahə 9 olacaq və burada nəyi çıxaram sahədən? Yarım qövsü çıxaram. Qövsdə burada 90 dərəcə olacağı üçün pi R kvadratı alfa bölünsün 360 düsturu ilə olacaq. Radius 3'dür. 3'ün kvadratı vur 90, bucaq 90'dır, vur pi bölü 360. Burada 90'dan bu gedir 4 qalır. Cavab edir 4'də 9 pi.
4'te 9 pi 2'den 125 pi deməkdir. Sayışdırıqlamış hissənin sayısını tapmaq üçün kvadratın sayısından çıxacağam. Nəyi? Yarım qövsü, daha doğrusu 4'te 1 qövsü. Bu da eləyəcək neçə? 9 çıxılsın 2'den 125. Digər də bunun eynisidir. Digər də 10 kimi olacaq uşaqlar. Deməli, radiusumuz 4-dürsə, onda kvadratın sahəsi s kvadrat bərabər olacaq 16'ya. Bəs digərinin sayısı nədir? Bura 90'dır. Pi r kvadrat alfa böl 360. Bu da eləyəcək neçə? 360'da 4'ün kvadratı vurulsun 90 vurulsun pi. Bu da eləyəcək 4 pi. Deməli 16 çıxılsın bizdən 4 pi'ni istəyir. Və son cavab olacaq A variantı. 20-ci sualda deyir ki, sahəsi BDY-nin kökdə 3'dür. Buranın sahəsi kökdə 3'dürsə, bura A'dır, bura A kökdə 3'dür. Deməli, S burada 90 dərəcədə. S bərabərdir. A vurulsun A kökdə 3 bölünsün 2'yə. Bu da eləyəcək A kvadratı kökdə 3 bölü 2. Nəyə bərabərdir? Kök adda 3'ə. Buradan bunlar gedir. A kvadrat bərabər olur 2, A da bərabər olur kökdə 2'yə. Altıbucaqlının sahəsi A kvadratı kökdə 3 bölünsün 4 vurulsun 6 idi. Bu da neçə eləyəcək? Kökdə 2'nin kvadratı, yəni 2 kökdə 3 böl 4 vur 6. Bu da eləyəcək 3 kökdə 3 B variantı. Digər də eyni şəkildədir. 3 kökdə 3'dür deyir indi burada. Bura yenə A'dır, bura A kökdə 3'dür. Olacaq A vurulsun A kökdə 3 bölünsün 2 bərabərdir 3 kökdə 3'ə. Kökdə 3'lər gedəcək. A kvadrat bərabər olacaq 6'ya, A da bərabər olacaq kökdə 6'ya. Altıbucaqlının sahəsi 3 A kvadratı kökdə 3 bölünsün 2'dir. Bu da bərabərdir nəyə uşaqlar? 3 vurulsun kökdə 6'ın kvadratı 6 böl kökdə 3 böl 2. Bu da eləyəcək 9 kökdə 3. Baxaq hansı cavabda var? 9 kökdə 3 böl. Cavab olacaq Y variantı. Aşağıdakilərdən hansı verilmiş fiqurun sahəsini ifadə edir? Buradan bura kimi sahə nədir uşaqlar? Bura C'dir. Bura A'dır. Burada C'dir. Onda olacaq bura A minus C. Bu hissənin sahəsi S bərabərdir. A minus C vurulsun C'yə. Bu sahəsi isə C vurulsun B'dir. Bunları cəmləyəndə CB üstə gəlsin AC çıx C kvadrat. Hamısından C'ni çıxardığında B plus A minus C. Deməli C vurulsun AB ilə cəmi C çıx C. Y variantı. Radiusları 10 olan çevrələr xaricdən toxunur. ABCD düz xətləri bu çevrələr toxunanlarsa şıtıqlamış hissənin sayəsində. Bax, bura 20'dir. Burada 20'dir. Onda burada 20 olacaq. Sahə kvadratın sayısı nədir? 20'nin kvadratı. Yəni 400. 400'dən çıxacam nəyi? Bir dənə sahəni. Çünki bunlar ikisi yarım sahəni verir. Yəni pi r kvadratını. R neçədir? 10. Onun kvadratı 100. Yəni 400 çıxılsın 100 pi. Digər də bunun eynisidir. 15'dirsə, bura olacaq 30. 30'un kvadratı olacaq 900. 900'dən çıxacam nəyi? Bir yarım çevrə burada, yarım çevrə burada. Bütöv bir çevrənin sayəsini, yəni 15'in kvadratı 225 pi-ni. Cavab olacaq Y variantının. 3 ardıcıl tərəfi 1,2, 3 və 4,8, 14 bucağın dağını, radiusu 1,2, 10 çevrə çəkilmişdir. 4 bucağın sayısını tapın. Mənə deyir ki, 3 ardıcıl tərəfi. Deməli, birincisi uşaqlar baxın nə edirik? 4 bucaqlının daxilinə bir dənə dairə çəkirik. Bu zaman bilirdik ki, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Onda bura x də 3 olacaq. Çünki qarşı tərəflərin cəmi bu ikisinin cəmi 6-dırsa, bu ikisinin də cəmi 6 olmalıdır. Radiusu da verib 1,2. Bu zaman sahəni tapmaq üçün radiusu vuracaq qarşı tərəflərin cəminə. Yəni 3 üstə gəl 3'ə. Bu da eləyəcək 1,2 vur 6, yəni 7,2 C variantı. Tərəfi 3 olan bərabər tərəfli 3 bucaqdır. Bərabər tərəfli 3 bucaqdır. Daxilinə çevrə çəkilmişdir. Tərəfi 3'dürsə, şıtırıqlamış hissənin sayısını istəyir. Birinci yarıya bölündə nə düşür? 1,5 bura düşür. Bu hissədə nə olacaq? Hündürlük median təmbilən və üst-üstə düşür. A kökdə 3 bölünsün 2 qaydasına görə olur 1,5 kökdə 3. Bura oldu 1,5 kökdə 3. İndi gəlin bu yarım şeyin 3 bucağın sayısını tapaq. S 3 bucaq nəyə bərabər olacaq? 1,5 kökdə 3 vurulsun 1,5 bölünsün 2. Bu da eləcək 2,25 kökdə 3 bölünsün 2. Bu 1.
İndi bir də radiusunu tapaq. Daxını çəkəndə nə olurdu? A kökdə 3 bölünsün. Daha doğrusu A bölünsün 2 kökdə 3. Bu da olacaq neçə? 3 bölünsün 2 kökdə 3. O zaman sahə nəyə bərabərdir? Pi r kvadratı. Yarım şey olduğu üçün, çevrə olduğu üçün yarıya böləsik. Yəni olacaq neçə? Pi vurulsun 9 bölünsün 3 vur 4. 3'den bu gedir 3 qalır. Bölünsün 2. Bu da eləyəcək 8'də 3 pi. Şu. Biri neydi? Biri 8'də 9 kökdə 3'dü. Bu. Digəri isə 8'də 3 pi idi. Bu ikisini birbirindən çıxanda alınası neçə? B variantı. Keçək 15'ə. Eyni qaydadır. Tərəf 4'dür. Tərəf 4'də onda, deməli, A bərabərdirsə 4'ə, daxilində R bərabər olur. A bölü 2 kökdə 3 qaydasına əsasən 4 bölünsün 2 kökdə 3'ə, yəni olacaq 2 böl kökdə 3'ə. Radiusu tapdıq. Radiusumuz budursa, yarım çevrə pi r kvadratı bölünsün 2 nəyə bərabərdir? 2'də 2'nin kvadratı 4 böl 3 pi. Bu da eləyir 2'lər ixtisar gedəndə 2 böl 3 pi. Bu bizim yarım çevrəmizin sahəsi. Bəs tərəf 4'dürsə, bizə bunun yarısı lazımdır axı. Bura olacaq 30, yarısı 2, 2 kökdə 3. Çünki 90'dır, 60'dır və 30'dur. Onda sahə nəyə bərabərdir? 2 kökdə 3 vur 2 böl 2, yəni 2 kökdə 3. Bunların nəyini istəyir? İştiraklanmışsan sahəsini istəyirsə, 3 bucağın sahəsindən çıxacaq nəyi? 3'də 2 pi'ni. Bu da eləyəcək 6 kökdə 3 çıx 2 pi böl 3. A variantı. Kvadratın daxilində radiusu 4 olan dairə çəkilmişdir. Işıqlanmış hissən sayısını tapın. Radius 4'dürsə, onda diagonal nə olur? 8. Tərəf nə olacaq onda? 4 kökdə 3. 4 kökdə 2. Onda yarım şeydə, elbəki burada 3 bucaq var. Bu 3 bucağın sayısı nəyə bərabər olur? 3 bucaq. 4 kökdə 2 vur 4 kökdə 2 bölünsün 2. 2'lər gedir köklərindən qalır 16. Deməli, yarım çevrəmizdə 16 oldu. Bəs dairənin sayısı nədir? Radiusu 4 nədir? 4'dürsə, sahə olur pi r kvadratı. Yarım olduğu üçün yarısı. Olacaq 16 pi bölü 2, yəni 8 pi. 16'dan çıxacaq 8 pi'ni. 8 çıxanda qalacaq 2 çıxılsın pi. C variantı. Daha doğrusu 2 çıxılsın pi. C variantı. Başqa bir variant da yoxdur. Keçək digərinə. Keçək 17'yə. Deməli, uşaqlar 17-ci sualda A'dan C'yə bir dənə düz xətt çəkərik. Bu zaman nə yaranacaq? 2'dən düz bucaq, düz bucaq. Aşağı AB 8, BC 6'dırsa 6, 8 bura 10 olacaq. Digər də onda olacaq, bu isə 5. Sahələr tapanda bunun sahəsi 5 vur 5 kökdə 3 bölünsün 2'dir. Yəni olacaq 25 kökdə 3 bölü 2. Digərin sahəsi isə 6 vur 8 bölü 2'dir. Yəni 48 bölü 2. Bu sahələrin cəmini istəyir. Olacaq 48 üstəgəl 25 kökdə 3 bölü 2 D variantı. Digər də həmçinin eyni şəkildə yazaram. A'dan B'yə kimi məsafə 4'dür. B'dən C'yə kimi məsafə 3'dür. Onda bura 5'dir. Digəri 2 kökdə 3'dür. Onda bura 2 olacaq. Yox. 2 kökdə 3'sə 5'in kvadratından çıxacam 2 kökdə 3'ün kvadratını. Bu da eləyəcək 25 çıxılsın 12 bərabərdir 13'ə. 13'ə. Deməli, bura olacaq kökdə 13. İndi diagonal 4 bucağın sayısını tapmaq üçün katetlərin asının yarısı. Yəni birin sayısı 3 bölü 4 bölü 2 olacaq 12 bölü 2. Digərinin sayısı isə aşağıdakısının sayısı isə kökdə 2 kökdə 3 vur kökdə 13 bölü 2 olacaq 2'də 2 kökdə 39. Bu ikisinin cəmini istəyir bizdən. Olacaq neçə? Bura 6'nı verir. Digər də kökdə 39'u. Olacaq Y variantı. Keçək 19-cu suala. 19-cu sualda mənə deyir ki,
AM MN', bu da MB'ye bərabərdir. X, X, X. Sonra AF, bura bərabərdir. Y, Y. Burada Z, Z, Z. İştiraklanmış fiqurun sahəsi ABC üçbucağın sahəsinin hansı hissəsidir deyir. Onda iştiraklanmış hissənin sahəsini tapmaq üçün öncəliklə nə edərik birincisi? Bu biraz maraqlı sualdır və uzundur. Gəlin qıraqdan yazaq. Demək, iştiraklanmış hissənin sahəsini tapmaq üçün öncəliklə gəlin bura deyək alfa, bura olsun beta, burada olsun gamma. S nəyə bərabərdir? 3x vurulsun 3y bölünsün 2 vurulsun sinus alfaya. Başqa nəyə bərabərdir? 3z vurulsun 3y böl 2 vur sinus gammaya. Başqa nəyə bərabərdir? 3y vur 3z böl 2, yox, bura beta idi, bura gammadır. Yox, x, zx. Z ilə x, bura beta olacaq. Hə, bura gammadır. Bir dakika. Sinus gamma. Burası sinus beta. Şimdi bax bu balaca ərazi nəyə bərabərdir? X vur z böl 2 vur sinus beta. Bu ümumi sahəsinin neçəmisidir? 3/1. Yəni ümumi sahəsinin bura 3/1 idisə, burada 3/1 idi, burada 3/1 idi. Daha doğrusu bu ümumi 9x, belə deyim də, 3/1 deyil, yox. Beyninizi qarışdırmayın. Bax, ümumi nə oldu? 9xy sinus alfa böl 2 və yaxud da oldu 9zy böl 2 sinus gamma və yaxud da oldu 9xz böl 2 sinus beta. Buraya isə bax xz böl 2. Yəni biri digərindən 9 dəfə böyükdür. Yəni ümumi 9k olsa sahəsi, bura olacaq k, burada olacaq k, burada olacaq k. O zaman orta hissəyə neçə qalır? 6k. Yəni 9-da 6 hissəsidir ümuminin. İxtisarlıyəndə 3-ə qalacaq 3-də 2 hissəsi D variantı. Sahəsi 24-dan ABCD paralelogramında AK KP'yə bərabərdir. KP hanı? Məsələn, CM MD'yə bərabərdir. Hə, KB demək istəyiblər burada uşaqlar. Burada bura bərabərdir. Yəni bura A'dır, 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 A'dır. Onda bura B'dir, 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 B'dir. Onda bu sahə elə bu sahəyə bərabərdir. Gəlin beləyək. Buradan bir dənə diagonal çəksək. O zaman sahə 12-12 bölünəcək. Və bura orta xətt olduğu üçün S-in 3S qaydasına əsasən bu hissənin sayısı S-dirsə, aşağının sayısı 3S olur. Burada həmçinin 3S-dirsə, bura S olur. O zaman neçədən S var burada? 8S bərabərdirsə, 24S də bərabərdir 3-ə. Yəni bu iştiraklanmış hissə 3 olacaq, burada 3 olacaq. İştiraklanmış hissənin cəmi sayısı olur 6. Digərində də həmçinin. Ümumi sahə 40-dırsa, buradan belə bir xətt çəksəm, bu orta xətt olduğu üçün S-in 3S-ə, S-in 3S-in S-ə nisbətində bölür. Ümumi deyəcəm ki, 8S bərabərdir 40-a, deməli S olacaq 5. Buranın sahəsi 5-dir, buranın da sahəsi 5-dirsə, cəmi sahə iştiraklanmış 10 olur. Digərində sahə 70-dir. 7 bucaqlıdır. Onda hər birinin sahəsində neçə düşəcək? Bərabər böləndə 7-dən 3 bucağa ayırırsa 10 düşəcək. Çünki düzgündür. Şüsü yox. 5 bucağın sahəsini istəyir. 1, 2, 3, 4. 40. Yenə burada 8 bucaqlıdan söhbət gedir. S, A, B, C, D, O 21-dirsə, demək birinin sahəsinə 7 düşür. Digərlə neçə dənə 3 bucaq var burada? 1, 2, 3, 4, 5. 5 vurulsun 7, digərin sahəsi də 35 olacaq. Amma bizdən nə istəyir? A, H, G, F, Y, D, O. Hə, 35 istəyir elə. Radiusu 4 10 çevrə xaricində perimetr 30 10 çoxbucaqlı çəkilmişdir. Çoxbucaqlının sayəsini tapın. Demək 24-ü yazanda eri bizə veribdir 4, perimetrdə 30-dur. S də bərabərdir PR düsturu var. Buradakı P isə yarım perimetrdir. 30 vurulsun 4 bölünsün 2. Bu da eləcək 60. Digərində isə yenə eyni qayda ilə radiusu 2-dir, sahə 16-dır deyirsə. Deməli o zaman olacaq 16 bərabərdir PR-ə.
Yəni P vur 2-yə. Buradan P bərabər olacaq 8-ə. Yarım perimetr 8 isə çoxbucaqlının sahəsi perimetr neçə olacaq? 16. Keçirik digərinə. ABCD dördbucaqlısında təpələr onun diaqonallarına paralel düz xəttlər çəkilmişdir. ABCD dördbucaqlının sahəsi 20 olduqda ştrixlanmış hissənin sahəsini tap. İndi baxın uşaqlar, belə bir şey çəksəm, bunlar perpendikulyar olacaq və burada nə yaranacaq? Diaqonallar yaranacaq. İndi dördbucaqlının sahəsi 20-dir ABCD-nin. Aşağı 20-dirsə, diaqonallar onu neynirdi? 4 yerə böləcəkdir. Bu S1, S2, S3, S4. Onda ştrixlənmiş hissənin sahəsini bizdən istəyirsə, ştrixlənmiş hissənin sahəsi də elə nəyə bərabər olacaq? 20-yə. Keçək 26-cı sualı. 27-ci sualı. Bu da eynisidir. İndi buradan belə xətt çəkəndə perpendikulyardırsa, içərinin sahəsi 45-dirsə, ştrixlənmiş hissənin də sahəsi onların eynisidir axı. Ona görə o da 45 olacaq. Digəri 28-ci sualda ABCD trapesiyasının daxilində mərkəzi o çevrə çəkilmişdir. A-dan B2 məsafə 6-dır. COD sahəsi 18-dir. S bərabərdir 18-ə. Daha sonra BDC və ADC bucaqların dərəcə ölçülərin fərqini istəyir. Birincisi, bura əgər 6-dırsa, radius 3 olur. R bərabərdir 3-ə. Çünki bu tərəf elə diaqonal rol oynayır. Və biz nəyi tapacağıq? Buradan belə bir şey çəksək, bu 3 oldu da deməli. 3 vurulsun CD bölünsün 2 bərabərdir 18-ə. Bundan bu gedir 6, CD bərabər olur 12-yə. Bura 12-dir. İndi məndən nə istəyir? 12-dirsə, belə bir xət çəksəm. Gəlin bundan çəkək. Belə bir xət çəksəm, hündürlük. Burada 6 olacaq. 12 yarısı 6-sı bura olur 6 kökdə 3. Bizdən nə istəyir ümumiyyətlə? BCD və ADC bucaqların dərəcə ölçülər fərqini tapın. Deməli, bura oldu 30. Burada onda 120 orada. Dərəcə ölçülərin fərqini istəyirsə, daha doğrusu əstəğfurullah 150, 120 yox. Dərəcə ölçülərin fərqi də olacaq onda 150 çıxılsın 30, yəni 120. Aşağıdakı CO2 72-dir. Buranın sayısı 72-dir. Bunda bura 6-dır da. 6 vurulsun CD bölünsün ki, bərabərdir 72-yə. 6 ilə 72 ixtisar gedir. 12 qalır. CD bərabər olur 24-ə. Bura CD-nin uzunluğu 24-dürsə. Belə bir şey çəksəm, hündürlük çəksəm. Bura 12 olduğu üçün, 24-ün yarısı olduğu üçün bucaq olur 30. Onda təpə olur 150. Yenə bucaqların fərqi olacaq 150 çıxılsın 30, yəni 120. AM, MN buna bərabərdir. Bu hissələr bir-birinə bərabərdir. Yox. Nisbətlər deyir, buranın X, 2X, X-dir. Y, 2Y, Y-dir. Z, 2Z, Z-dir. Və bizə deyir ki, indi uşaqlar, nəyi tapın deyir? SABC-nin ümuminin sayısı 48-dir. Yəni, MN PKQR-in fiqurunun sayəsini istəyirsə. Baxın uşaqlar, öncəliklə gəl məsələn təpə bucaqdan alfa bucağından gedək, daha doğrusu beta bucağından gedək təpə ilə. Bu təpədəyi bucağa əsasən deyirəm ki, 4x-i 4y-ə vurub, 2-yə bölüb, sinus beta'yı vuranda 48 alınır. Burada bu 2 ilə bu 2 gedir, 2 qalır, 2-nin 4-ə 8. Deməli, xy sinus beta bərabər olacaq 6-ya. Eyni şeylər digərlərinin elində. Bura 6-dır, bura 6-dır, bura 6-dır. Hamısı 6 olur. Və bu qıraq hissələr. Qıraq hissələrin hamısı 6-dırsa, neçə oldu? 18. Deməli, 48-dən də mən 18-i çıxsam, neçə alınacaq? Amma indi bizdən buranı istəmir də. Qıraqları istəmir. Ortanı istəyir. Ortanı tapmaq üçün yazacağım S, A, B, S bölünsün S, B, N, K bərabərdir 4x-in x-a nisbətin kvadratına. 48 bölünsün S bərabərdir 16-ya. Buradan S bərabər olacaq 3-ə. Yəni, buranın sayısı 6-ya 3-dür. Bura 3, bura 3, burada 3. Onda neçə olur? 9.
48-dən 9 çıxacam, eləyəcək 39. Gəlin bax buna da baxın, eyni qaydadadır. 1-dir, 3x-dir, 1-dir. Yəni x-dir. Burada məsələn y, 3y, y-dir. Onda bura neçə olur? 5y, 5x, 5y. Deyəcəm ki, 5x, yəni biri digərindən 5 dəfə çoxdur da. O zaman sahələr nisbəti 50-nin S-ə nisbəti bərabərdir 5y-ın, məsəl üçün, y-a nisbətin kvadratına. Y-lar gedəcək. 50 bölü S bərabərdir 25, S də bərabərdir 2-yə. S 2-dirsə, bura 2, 2 olanda. Bura S. Bu S-ləri istəyirdim yazım yəni. Və yaxud da birbaşa yazarıq onda. S 2-dirsə 2, 2, 2. 50-dən çıxacam neçəni? 6-nı. 44. Və yaxud da belə eləyərəm. 50-nin S-ə nisbəti bərabərdir 5x-ın 3x-ə nisbəti. Axı ortanın nisbəti 3x-dir. Belə də gedə bilərsiniz. Yəni eyni cavab alasınız. Burada olacaq neçə? 50 çıxılsın, 2 vurulsun, 2 üstə gəlsin 2. Bu da eləyəcək 44. Keçək 32-ci suala. Buranı tapsaq uşaqlar. Buradan bura kimi məsafə 6-dır. İndi buranı tapaq da bütöv. Bir dəfə 12y çıx 5x çıx 60 bərabər 0. X-a 0 versə y-ı taparıq. X-a 0 verəndə y olur 5. Y-a 0 verəndə x-i taparıq. X də olacaq neçə? 12. Mənfi 12. Bura deməli 6 oldu. Hündürlük neçə oldu? 5. Sahəni istəyir. Onda ümumi sahəsini tapaq. Ümumi sahəsi 12 vurulsun 5 bölünsün 2-dir. Bu da eləyir 30. Və bu hissənin sahəsi neçədir? 6 vur 5. Ümumiyyətlə görür ki, bu tərəflər yarı bölünübsə, sahələr də yarı bölünəcək. Yəni bu ərazinin sahəsi 15, burada 15 olacaq. Keçək digərinə. Bir dəfə x-a 0 verək. Y olacaq onda 5. Y-a 0 verəndə x olacaq 6. Tapdıq. Deməli, mənfi 6 təbii ki. Bura oldu mənfi 6. Buradan bura kimi bütöv mənfi 6-dır. Onda bura mənfi 2 qalır. Buradan bura kimi də nədir? Y 5-dir. Bu 2-nin 4-ə nisbətli bölübsə sahələr də o nisbətdə ayrılmalıdır. Amma belə deyə bilərik. 5-i 4-ə vuranda 20 yarısı. Buranın sahəsi 10-dur. 6-nı 5-ə vuranda 30 yarısı 15. Bütövün sayısı 15. Deməli, bura 5 qalacaq. Keçək digərinə. Gəlin öncəliklər şərt oxuyaq, görək bizdən nə istəyir. Deyək ki, biz uşaqlar ABCDCF düzgün altıbucaqlısında, düzgünəymiş, daxilində P nöqtəsi verilmişdir. P, B, C və F, Y, P. Üçbucaqların sayı uyğun olaraq 18 və 24. Altıbucaqlının sahəsini tapın deyir. Altıbucaqlının sahəsini tapmaq üçün uşaqlar. Düzgün altıbucaqlı olduğu üçün bura A'dır, 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 A'dır. Hamısı A'dır. Burada söhbət düzgün altıbucaqlıdan getdiyi üçün uşaqlar. Və düzgün altıbucaqlıda normalda 6 bərabər sahə ayrılmalıdır. Amma burada P nöqtəsinin harda olduğu tam verilməyibdir. Və P nöqtəsindən uzara çəkilən xəttlər altıbucaqlının 6 üçbucağa ayırır. Məsəl üçün belə bir şey çəksəm, burada 6-dan 3 bucaq yaranacaq. Və davamında bizə də verilib 2 üçbucağın sahəsi. Birinin sahəsi 18-dir, birinin 24-dir. 24-ün 18-ə nisbəti nədir? 4-ün 3-ə nisbəti. Bu nisbətlər düzgün altıbucaqlının simmetriya simmetri hissəsini verəcək bizə. Həmən verilənlərə görə də ümumi sahəsi onda nəyə bərabər olasıdır? Bura 4x, 3x olsa, məsələn, bura deyək ki, 4x, bura 3x-dir. Verdiyimdə uşaqlar, bax,
Bu hissə ilə bu hissənin də sahələr cəmi 18 üstəgəl 24 verəcək. Bu hissə ilə bu hissənin də cəmi 18 üstəgəl 24 verəcək. Toplam elə bil ki, 18 üstəgəlsin 24-ü vuracaq 3-ə. Bu da eləyəcək 42 vurulsun 3, 126. Aşağıdakı da eyni qaydadadır. Əgər biri 12-nin 24-dədirsə, 12-nin 24-ü cəmləyib 3-ü vurmalıyıq hamısını tapmaq üçün. Çünki belə xəttlər çəkəriksə, məsələn, bura S1 deyə S2-dirsə, bura S1 S2 olacaq. Bura S1 S2 olacaq. Yəni, eyni formatda gedəcək. Bu da eləyəcək neçə o zaman? 36 vurulsun 3, 108. Növbəti sualda mənə deyir ki, BK BY-yə bərabərdir. BY haradır? Hə, bura bərabərdir. X-dirsə, burada X-dir. Burada olacaq Y minus X. Sonra BSD-yə düzbucaqlısının sahəsini istəyir. Düzbucaqlının sahəsi nəyə bərabərdir? Birincisi, bu hündürlük olsa, deyərəm ki, h kvadrat üstəgəl x kvadrat bərabərdir 15-in kvadratına. Bir də h kvadrat bərabərdir x vurulsun y minus x-ə. Gətirib yerinə qoyanda. Burada alınır x vurulsun y minus x üstəgəl x kvadrat bərabərdir 15-in kvadratına. Bu da eləyəcək x, y çıxılsın. X kvadrat üstəgəl x kvadrat bərabərdir 225-ə. Bunlar gedəndə x, y bərabər olur 225-ə. Elə bura x idi, burada bütöv y dax. X, y hasili oldu 225, bizdən istədiyi ərazi. Keçirik digərin 37-ci şəklə. ABCD-nin sahəsi 225 10 kvadratdır. Onda tərəfi neçədir? 15. 15. Sahəsi 180 10 rombdur. Romb onda burada 15-dir. Burada 15-dirsə, qəm beləyək. Onda burada 15 olacaq. Mənə lazımdır nə? İştiraklanmış hissənin sahəsi. İştiraklanmış hissənin sahəsini belə eləyə bilərəm. 1. Buradan belə bir xətt çəkərəm. Belə də tapmaq olar. Və yaxud da bu cür getməkdənsə necə taparıq onda? Bu h olacaq. Deyəcəm ki, h vurulsun 15 bölünsün 2. Daha doğrusu h vur 15 bərabərdir 180. H bərabər olacaq 12. Buradan bura kimi ərazi oldu 12. Sonra bura 15, bura 12-dirsə başqa nə deyə bilərik? İndi gəlin bu hissəni də tapaq. 15-in kvadratına 12-in kvadratını çıxıb buranı tapacam. 225-dən 144-ü çıxanda qalır 81. Bura 9. Bura 9-sa bura 6-dır. Yəni burada 6-dır. İndi bura neçə qaldı? 9. 9, burada 12. 12-ni 9-a vurub yarıya bölərəm. Eləyəcək 54. Deməli, bu hissənin sahəsi oldu 54. Yuxarının sahəsi nədir bəs? Buradan bura kimi uzunluq 15-dir. Buradan bura kimi isə 3-dür. 3 15-ə vuranda neçə eləyir? 45. İştiraklanmış hissənin sahəsi 45 üstəgəl 54 eləyəcək 99. Keçirik 38-ə. Bu da eynisidir. Bura deyir ABCD kvadratı 169-sa bura 13-dür. 156-dırsa onda nə eləyəcəm? Deyərəm ki, bura 13-də axı. 13 vurulsun h bərabərdir 156-ya. H da buradan bərabər olacaq o zaman neçə? 12-yə. Bura 12-dirsə və bura 13-dürsə 13-ün kvadratına 12-nin kvadratını çıxıb tapacam 5-in kvadratını. Yəni bura 5-dir. Bu xətti belə uzatsam 5-i 12-yə vuranda 60 yarısı 30. Deməli, buranın sahəsi 30-dur. Bura 30-dur. Buranın sahəsi 30-dursa digərinin sahəsi neçə olacaq? Buradan bura kimi məsafə 13-dən 5 çıxan 8-dir. Və bu uzunluq neçədir bəs? 1-dir. Yəni buranın sahəsi 8-dir. Deməli, nə yazacağım onda? 30 üstəgəl 8. Yəni 38 olacaq sahəmiz. Keçirik indi növbətinə. 39-cu sual. Bura S-dirsə 3S-dir. S-dirsə 3S-dir. S-dirsə 3S-dir. Ümumi sahə 60-dırsa S1, S2, S3. Deyəcəm ki, 4S1 üstəgəl 4S2 üstəgəl 4S3 bərabərdir 60-a. S1 üstəgəl S2 üstəgəl S3 də olacaq.
15'e. 40-cı sual. Uşaqlar, O nöqtəsi mərkəzi ABC üçbucağının medianların kəsişmə nöqtəsidir. Deməli, indi bu O medianların kəsişmə nöqtəsidir. Okay. Davam edək. Sonra deyir ki, YF, FY medianların kəsişmə nöqtəsi üzərindədir. FY CB-yə paraleldir, FD də AB-yə paraleldir. F'dən Y kimi məsafə 6-dır. FY 6-dır. A'dan C'yə kimi məsafə 9-dur. Bura 9-dur. Sonra davamında nə deyir? Başqa? FYBD dördbucaqlısının sahəsini istəyir. Bu buranın sahəsini istəyir bizdən. Gəlin baxaq. Baxın uşaqlar, düzbucaqlı üçbucaqdır. O nöqtəsi düzbucaqlı medianların kəsişmə nöqtəsidir. Bütün medianların kəsişmə nöqtəsidir. O zaman medianların kəsişmə nöqtəsindən biz bilirik ki, nəyin nisbətində bölünürdü? X-in 2x-a nisbətində bölünürdü. O zaman bu belə desək, median nə edirdi? Median qarşı tərəfi yarıya bölür. Yəni bura x-dırsa, burada x olacaq. Bura bütöv qırmızı. Daha doğrusu A olsa burada A olacaq. İndi uşaqlar, bax, bu da 90-dır, elə deyil. Əgər bura 90-dırsa, onda burada nə görürük? A, Y, F düzbucaqlı üçbucağı var və bu O da 10 mediandır. Yəni bu hissə bu hissəyə bərabərdir. Daha sonra nə deyə bilərik? Bir də baxın, əgər bura alfadırsa, burada alfa olacaq. Yuxarı betdə olanda burada 2 dənə oxşarlıq quracağam. Hansı üçbucağın oxşarlığı? A, F, O üçbucağı ilə nəyin oxşarlığını quracağım? A, C, D-nin. D yox, N-in. Burada 90 qabağında nə durur? 2x. Bəs bu C-nin 90-ın qabağında nə durur? 3x. Bərabərdir. Alfa qabağında nə durur? A, F. Bəs digər alfa qabağında nə durur? 9. Bundan bu gedir. Çarpaz vuranda 3 ilə 3 gedir. A, F də bərabər olur 6-ya. A, F 6-dır. Yəni bura 6-dır. Onda bura 3 qalacaq. İndi bizdən dördbucaqlının sahəsini istəyirsə, dördbucaqlının sahəsinə də tərəf vur hündürlük. Bura 6 olduğu üçün 6 hündürlüyümüz nəticə tapdıq 3. S də bərabərdir 6 vur 3, 18. Keçək 41-ə. Düzgün altıbucaqlı üçün deyir müəyyən edin. Tərəf köhdə 6 olarsa sahə necə tapılırdı? Kiçik diaqonalı tərəfin köhdə 3-ə vurulmuş haldı. Köhdə 6-nı köhdə 3-ə vursam eləcə köhdə 18. Bu da olacaq 2 köhdə 3. Daha doğrusu üzr istəyirəm. 3 köhdə 2. Buna Y variantı uyğundur. Sonra digər tərəf 6 olsa diaqonal olur 6 köhdə 3. D variantı uyğundur ikinciyə. Sahəni tapan indi uşaqlar. Sahə nəyə bərabərdir? A kvadratı köhdə 3 bölünsün. 3A kvadrat köhdə 3 bölünsün 2. Gətirib köhdə 6-nı qoyunda. 3 vur 6 vur köhdə 3 bölü 2 olacaq. Bu da eləcək 9 köhdə 3. Uyğun gəlir B variantı. İkincisində 6-nı qoyanda 3 vur 6-nın kvadratı köhdə 3 bölünsün 2. Bu da eləcək 3 vurulsun 36 köhdə 3 bölünsün 2. Bundan bu gedəndə 18, 18 3'ə vuranda 54 köhdə 3. Uyğun gəlir A variantı, üçüncünə də uyğun gələcək C variantı. Keçək 42-ci sual. Tərəfi köhdə 10-dursa, deməli 10-dursa 10 köhdə 3 kiçik diaqonal olur. Sonra tərəfi 10 olanda köhdə 3'ə vuranda eləyir köhdə 30 kiçik diaqonal olur. Sahəni tapanda deməli nədir? Dedi ki 3A kvadratı köhdə 3 bölünsün 2-dir. Gətirib yerinə 10'u qoyanda 3 vurulsun köhdə 10 kvadratı 10 eləyir. Vuracaq köhdə 3'ə böləsi 2. Bu da eləyəcək 15 köhdə 3. Olacaq C variantı. Bu 15 köhdə 3 hepsi 150 olur B variantı. Çünki ondan 2 qat böyük. Digərinə də uyğun gələcək A variantı. Keçək növbəti. Düzbucaqlı trapesiyanın daxilində O mərkəzi çevrə çəkilmişdir deyir. AB AD-yə perpendikulyardır. Bu zaman uşaqlar baxın, mən bunun sahəsini istəyir. Bunun sahəsi nədir? Bura radiusda. Radius vurulsun, eyni zamanda radius hündürlükdə toxunanla. Bir də uşaqlar, bax, bu hündürlük eyni zamanda nəyə bərabərdir? Diaqonala, yəni 2 radiusa. Deməli, o zaman deyəcəm ki, bu radius vurulsun AB, yəni 2 radius bölünsün 2 bərabərdir 16-ya. Buradan radius kvadratı 16 olursa radius olacaq 4. Çevrən radiusunu istəyir 4. Digərində də eyni şəkildə çevrən radiusu 6-dırsa, demək bura 6-dır.
Yani o zaman ne olur? Burada 6'dır. Burada 6'dır. Olacaq 12 vurulsun 6 bölünsün 2. Eləyəcək cavab 36. AB'nin sayısı. 45-ci sual. İti bucağı 30 olan paralelogramın perimetri 18'dir. Sayısı 6'dır. İndi gəlin baxaq, yazaq. Mən deyir ki, deməli, paralelogram çəkəsiyik. Paralelogram. Deyək ki, bu bizim paralelogramımız. İti bucağı 30'dursa, tərəf olsun AB. Sahə nə olur? AB sinus 30 bərabərdir 6-ya. Yəni AB bərabərdir 12-yə. Çünki sinus 30'da nə olur? 2-də 1. Bu da olacağında AB bərabərdir 12. AB hasini tapdıq. Perimetr 18-dirsə 2 vurulsun A üstə gəlsin B bərabərdir 18-ə. A-la B-nin də cəmi neçə olacağında 9. Xarici oblastında olmaqla tərəfləri paralelogram tərəflərinə kongruent və tərəflər üzərində qurulmuş kvadratların sahələr cəmini tapın deyir. Kvadratlar qurulub. Bu tərəf A-dırsa onda bunun kvadratı A kvadratı. Bura B-dirsə olur B kvadratı. Bura B-dirsə B kvadratı. Bura A-dırsa olur A kvadratı. O zaman nə oldu? 2 A kvadrat üstə gəl 2 B kvadratını bizdən istəyir. 2'ni çıxardanda qalır A kvadrat üstə gəl B kvadratı. Bəs bunu necə tapacağım? Yazacağım 2 A plus B-nin mörtərizə kvadratı çıx 2 AB kimi. Bu da bərabərdir 2 vurulsun. A-nın B-nin cəmi 9 kvadratı eləyir 81. Çıxılsın 2 vur 12. Bu da eləyəcək necə? 2 vurulsun 81 çıxılsın 24. 81-dən 24 çıxanda qalacaq 57. 2 vurulsun 57. Bu da bizə verəcək 114'ü. Keçək indi 46 nömrəli suala. Deyir ki, ABCD kvadratdır. MSK hipotenuzu 4 kökdə 2 olan bərabər yanlı üçbucaqdır. Deməli, bura 4 kökdə 2 idisə, bura 4'dür, bura 4'dür. Və bizə deyir ki, SMSK-nın ABMKD-yə olan nisbəti 9'un 1'ədir. Kvadratın perimetrini istəyir. Öncə kvadratın boyunca tərəfini tapmalıyıq. Deməli, bura hələ ki bilmirəm, x-dır. Amma belləkdir. Bunun sahəsini tapsaq, nə olacaq? S üçbucağın sayısı nəyə bərabərdir? 4 vurulsun, 4 bölünsün 2'yə. Bu da eləyəcək 16 bölü 2, yəni 8'ə. O zaman deyəcəm 8'in SABMKD-yə nisbəti bərabərdir 9'da 1'ə. Buradan olacaq çarpaz vuranda 72. Buranın da sayısı 72'dir. Buranın sayısı 8 idi. Cəmliyində elədi neçə? 80. İndi mənə deyir ki, kvadratın perimetrini tapın. Deməli, kvadratın sahəsi 80 oldusa, A kvadratı bərabərdir 80'ə. A da bərabər olacaq o zaman kök altında 80'ə. Yəni 4 kökdə 5'ə. Bizdən nə istəyir? Kvadratın perimetri. P də bərabərdir 2 vurulsun. Daha doğrusu 4A'ya. Bu da eləyəcək neçə? 16 kökdə 5. 47-ci suala keçirik. ABCD düzbucaqlıdır və AYD isə oturacağı AD olan bərabər yanlı üçbucaqdır. AD bərabər yanlı üçbucaqdırsa, deməli bura x-dir, bura x-dir. Sonra yəni bura alfadır, bura alfadır. Daha sonra bərabər yanlı üçbucaqdır. ABY və YCD üçbucaqların daxilində çevrələr çəkilmişdir. AD 12'dir. A'dan B'ye kimi məsafə 8'dir. İştiraklanmış hissənin sahəsini tapın. Buradan biz belə bir xətt endirsək, bura 6, bura 6 olacaq. O zaman deyərəm ki, 6'ın 8'e vuranda neçə eləyəcək? 6 vurulsun 8 bölünsün 2 olacaq 24. Deməli, bax bu üçbucağın sayısı 24'dür. Bəs dairə, daxilinə dairə çəksək, burada 10 daxil. Daxilinə dairə çəksək, çevrə çəkilibsə, radiusu nəyə bərabərdir? 6 üstə gəl 8 çıxılsın 10 bölünsün 2'yə. Bu da eləyəcək 4 bölü 2, yəni 2'yə. Radiusu 2 olanda pi kvadratı nəyə bərabərdir? Pi kvadratı olacaq 2'nin kvadratı 4 pi. Mən deməli buranı da tapdım 4 pi idi. 4 pi. O zaman bura 24'dür. Bu ümumi üçbucağın sayısı. Digər üçbucaq 24'dür. Ümumi üçbucağın sayısı olacaq 48. İştiraklanmış hissənin sayəsi nədir? Bəs
4 pi burada var, 4 pi de burada var. 8 pi. Deməli yazacağımlar 48 çıxılsın 8 pi. Buradan lap 8'i çıxardanda 6 çıxılsın pi də qala bilər. Digərdə bunun yenisidir. AD 24'dür, AB 5'dir. 24'ün yarısı bura 12'dir, onda bura 13 olacaq. Önce gəlin dairənin sayısını tapaq. S dairə bərabərdir. Birinci şeyi tapmamız lazımdır, radiusunu. Radius bərabərdir 5 üstə gəl 12 çıx 13 böl 2. Bu da eləyəcək 2. Pi r kvadratı eləyəcək 4 pi. Dairənin sayısı bura 4 pi idi, burada 4 pi idi. Sonra bu üçbucağın bəs ümumi sahəsi nə qədərdir? Bu üçbucağın ümumi sahəsi S bərabərdir üçbucaq bərabərdir 5 vurulsun 12 bölünsün 2'ye 30'a. Bunun sayısı 30'dur. Bunun da sayısı 30'dur. Cəmi onda sayılar neçə olur? 60. 60 çıxılsın. 60 çıxılsın. Neçə pi? 8 pi. Keçək. 49. Radiusu 4/3 10. Üçbucaq çevirən hər biri digər ikisinin xarcına toxunur. İştiraklanmış hissən sayısını tapın. Demək, bura mərkəzdir və hamısında eynidir. Burada 4/3 ise bütöv olacaq 8/3. Burada olacaq 8/3. Aşağıda olacaq 8/3. Üçbucağın sayısını tapsaq uşaqlar. A kvadratı kökdü3 bölünsün 4 üstünün əsasən 8/3'ün kvadratı vur kökdü 3 böl 4. Bu da eləyəcək 64 vur 3 vur kökdü 3 böl 4. Bu da qalacaq 48/3. Üçbucağın sayısını tapdım 48/3. İndi nəyin sayısını tapacağım? Bax bu qövsü. Bıraxı 60, 60, 60 olacaq hamısı bir-birinə bərabərdir. Onda radiusda var da 4/3. Qövsün sayəsi nəyə bərabərdir? S qövsün sayəsi bərabərdir. Pi r kvadrat alfa bölünsün 360'a. Bu da bərabərdir. Pi vurulsun 4/3'ün kvadratı vur alfa böl 360. Bundan bu gedəndə qalır 6. 6 4'ü 16 vur 3. 3 ilə bu gedir 2, gedir 8. Qalır 8 pi. Demək, bax, bura 8 pi idi. Onda burada 8 pi idi. Burada 8 pi idi. Cəmi neçə olur? 24 pi. Deməli, ümumi 48/3'dən çıxacağım 24 pi'ni və bu mənə nəyi verəcək? İştiraklanmış hissənin sahəsini. Deməli, bu şəkildə yazacağıq. Keçək indi 49'u yazdıq. 50-ci çalışmaya. Eynisidir bu da onun. O zaman baxın. Radius buradan bura kimi məsafə 6/3'dür. Deməli, buradan bura kimi məsafə də 6/3'dür. Bütöv oldu 12/3. Üçünü birləşdirəndə bərabər tərəfli üçbucaq yaranır. Bərabər tərəfli üçbucaqda daxili bucaq 60'dır. Radius 6/3 ise qövsün sayısı nəyə bərabərdir? Pi r kvadrat alfa bölünsün 360. Bundan neçə dənədir? 1, 2, 3 dənə. Vuracam 3'ə. Bundan bu gedir 120 qalır. Qalır pi 6/3'ün kvadratı 36 vur 3'dür. Alfa 60'dır. Bölünsün 120. Bunu buna böləndə 2 qalır. 2'ni də 36'ya böləndə 18. 18'i də 3'ə vuranda eləyir 8 dəfə 3'ün 4. 1, 3, 54 pi. Все. Bura oldu 54 pi. Cəmi yəni. İndi bizə lazımdır bir də üçbucağın sayısı. Bəs üçbucağın sayısı nəyə bərabərdir? A kvadratı kökdü 3 bölünsün 4 üstünün əsasən 6/3'ün kvadratı vur kökdü 3 bölünsün 4. Bu da eləyəcək 36 vur 3 kökdü 3 böl 4. Bundan bu gedir 9. Eləyir 27/3. Deməli, burada nə qaldı? 54 pi çıx 27 kökdü. Daha doğrusu tərsinə. 27 kökdü 3 çıxılsın 54 pi. Üçbucağın sayısından çıxırıq. Keçək növbətinə. Biz burada bir şey atladıq. Bura 12/3 idi. 6/3 yazmışıq. Deməli, onda bir dənə bu hissəni silək. Yazacağım neçə? 6, daha doğrusu 12/3'ün kvadratı vur kökdü 3 böl 2 böl 4. Bu da eləyəcək 144 vur 3 kökdü 3 bölünsün 4. Bundan bu gedəndə qalacaq 2 dəfə, 3 dəfə 12, 24'də də 6 dəfə. 36 vur 3 eləyir 108 kökdü 3. Olacaq 108 kökdü 3 çıxılsın 54 pi. Bu da 54'ü çıxardanda qalacaq 2 kökdü 3 çıxılsın pi. Və 51 sonuncu sual. ABCD dörtbucaq xızının diaqonalları K nöqtəsində kəsişibdir. BM-in MC-yə nisbəti 1-in 3-ədir.
x 3x. Sonra deyir ki, AK'nın KC'ye nisbəti 2-nin 3-ədir. BK'nın KD'ye nisbəti isə 3-ün 5-ədir. Yəni, bura 3m'dir, bura 5m. B, M üçbucağının sahəsi 21'dir. ABCD dörtbucaqlısının sahəsini tapın. Deməli, indi uşaqlar üstlərini sildim ki, yazaq. A, B, M-in sahəsi 21'dir. Bura 21'dirsə, burada x-in 3x-in nisbətindədirsə, 21'i 3'ə vuranda neçə eləyəcək? 63. Deməli, buranın da sahəsi 63'dür. Sonra, burada 2'nin 3'ə nisbətində olduğu üçün nə deyəcək? Cəmi sahə neçədir? Cəmi sahəmiz, bir dəqiqə gözüm buranı təmizləyim. Cəmi sahəmiz 21 üstəgəl 63 eləyəcək 84. Deyəcəm ki, 2K üstəgəlsin 3K bərabərdir 84'ə. 2'nin üstünə 3 gəndə neçə eləyəcək? 5K bərabərdir 84'ə. K da bərabərdir 84 böl 5'ə. Və bizdən nə istəyir? A, B, C, D ümumi sahəsini istəyir. Deməli, bu hissəmizin sahəsi oldu 84 böl 5. Sonra bir də mənə deyir ki, BK-nın KD-yə nisbəti də 3'ün 5'ədir. Yəni, bax, bura 3m'dir, bura 5m'dir. 3m'in 5m'ə nisbəti, 3m'in uyğun sahə nədir? 84 bölünsün 5. Bura nə olacaq? X-a. Çarpaz vuranda m'lər getsə, 3x bərabərdir 84 böl 5 vur 5. Bunlar gedir. 3x da bərabər olur 84. X da bərabər olacaq. 84'ü 3'ə böləndə 2 dəfə. 24'də neçə dəfə yerləşəcək? 6 dəfə. Daha doğrusu 8 dəfə. 28. X 28'dir. Deməli, hara 28 oldu? 5x. Bura. Bu hissə 28 oldu. 28 olamaz əslində. Daha böyük olması lazımdır. Amma bizə ümumi lazımdır da. Ona görə belə yazmayaq, gəlin biləyik. K-nı tapdıqda 84 böl 5. Bizə ümumi lazımdırsa, deyəcəm ki, o zaman bura 3'dür, bura 5m'dirsə, ümumi neçə olur? 8m. 8m lazımdır. Yəni, onda deyəcəm ki, 8m'in hara BK-yə nisbəti, yəni 3m'ə nisbəti vurulsun. ABC üçbucağının sayısı neçə idi? 84. Bir dəqiqə biz buradan İbrahim nəysə gözdən qaçırmışıq. ABC 84 idi. 84'ün nisbəti. Düz yazırıq. 84'dən nisbəti. Bu da eləyir, bununla bu gedir. Geridə qalacaq 84'ü 3'ə bölüb vuracam neçəyə? 8'ə. Bu da eləyəcək 224. Ümumi sahəmiz oldu neçə? 224. Belə uşaqlar bütün sualları demək olar ki, yekunlaşdırdıq. Kanala abunə olmağı, like etməyi unutmayın. Hansı sualı başa düşməsəz, rəy bölməsində yazın. Sizə ətraflı izahını verəcəm. Axırıncı sual çox maraqlı sual idi. Sadəcə nədən istifadə edirik? Nisbətlərdən istifadə edirik. Yəni, buna diqqətli olun. Məsəl üçün, mənə bura verib, bura x-in 3x adsa sahələrdə. Bunun sahəsi, bunun sahəsinə olan nisbəti 1'in 3'ədir. Yəni, bura 21'dirsə sahəsi, bura olacaq 63. Daha sonra ümumi sahəni bu nisbətlərdə gedə bilərsiniz və yaxud da ümumi sahə nədir? 84. O zaman bura 3m'dirsə, 3'ün 5'ə nisbətidirsə, bura 84'dirsə, 3'ə 84 uyğun gəlirsə, 5'ə neçə uyğun gəlir, onu tapırsınız və ümumi hamısını cəmi, yəni 8'ə nəyə uyğundur, onu tapıb işləyirsiniz bir növ. Rahat, maraqlı sual idi. Əslində biraz qarışıq görünür.